Deməli, gəlin baxaq görək elə belə nə zaman əvəzlik, nə zaman ədat kimi işlənə bilər. Məsələn, deyirəm ki, elə yazma, elə danışma, elə insan, belə insan, əgər elə özündən sonra, burada hər birində elə əvəzlikdir. Sadəcə olaraq əvəzlik burada zərfi əvəz edib, elə bilin ki, əvəzlik zərfin donunu geyinib. Amma əslində olan nədir? Elə əvəzlikdir. Elə bilin ki, siz bacınızın və yaxud da qardaşınızın bir paltarını geymişsiniz, amma yenə o olan sizsiz. Yəni, yenə də siz, nə bilim, Arifsiz, yenə də Ayansız, yenə də Səbinəsiz, Güneysiz, yəni yenə özünüzsüz də. Amma bacınızın, qardaşınızın paltarını müvəqqəti geyinmişsiniz. Baxın, elə yazma. Elə yazma deyəndə burada elə əvəzlikdir. Sadəcə olaraq burada zərfi əvəz edib. Zərfi. Çünki özündən sonra feil gəlir. Yenə elə danışma. Zərfi əvəz edib, ancaq əslində yenə əvəzlikdir. Özündən sonra feil gəlib. Elə insan deyəndə isə burada elə əvəzliyi sifəti əvəz edib. Sifəti əvəz edib, ancaq yenə əvəzlikdir. Belə insan, burada da yenə sifəti əvəz edib, yenə əvəzlikdir. Biri də var elə belə ədat kimi. Deyirəm ki, elə mən də sən deyəni deyirəm. Əgər eləni məslə, məsələn, dəqiqləşdirici ədatlar hansılar idi? Elə, məs, əsl. Elə mən də sən deyəni deyirəm. Məs mən də sən deyəni deyirəm deyiriksə, burada dəqiqləşdirici ədatdır, yəni dəqiqləşdirir. Və yaxud da deyirəm ki, elə sən deyəndir. Görürsünüz? Məs sən deyəndir. Eləni məslə əvəz edə bilirəmsə, burada da olur ədat. Deməli, elə belə əvəzlik və ədat kimi işlənə bilir. Özündən sonra feil gələndə zərf əvəz edir. Özündən sonra sifət gələndə say əvəz edir. Eləni məslə əvəz edə biliriksə, bu zaman isə dəqiqləşdirici ədat kimi çıxış edir.